Məktəb günü səhərlər böyük həvəslə bizim məktəbə gəlirlər. Məktəbdə xüsusilə qrammatikaya da çox fikir veririk. Azərbaycan dilində danışırlar. Eyni zamanda söz bazalarını daha da genişləndirirlər. Qrammatikadan hərfləri maraqlı öyrənirlər. Yeni sözlər. Azərbaycanın şəhərlərini böyük həvəslə öyrənirlər. Azərbaycanda gördüklərindən bir-birlərlə söhbət edirlər. Azərbaycan haqqında öz təcrübələrini bir-birlərlə bölüşürlər və xüsusilə də bu daha onları həvəsləndirir ki, Azərbaycan haqqında daha çox öyrənmək mənim tərəfimdən, amma eyni zamanda bir-birləri arasında da bu təcrübə mübadiləsi çox həvəsləndirir uşaqları bizim məktəbə gəlmək üçün. Pəncərədən daş gəlir, ay beri bax, beri bax. Stop. Humar gözdən yaş gəlir, ay beri bax, beri bax. Səni mənə Versinlər, ay beri bax, beri bax. hər görənə. Hoş gəlir, ay beri bax, beri bax. Répétez quatre fois. Ay beri bax. Beri bax. Otel. Bu ildən biz bura bu məktəbə fəaliyyət başlamışıq. Ayten xanımın sayəsində biz bu məktəbi Facebookdan elan vasitəsilə görmüşük. Məktəb övladımın təhsilində böyük rol oynayıb. Çünki mən Azərbaycan dilini unutmamağı istəyirəm. Ona görə də bu məktəbə gəlməyi həm uşaq üçün yaxşıdır, həm də bizim özümüz üçün, ətrafımızda ünsiyyət qurmağımız üçün yaxşıdır. Başda Ayten xanım olmaqla bütün müəllimlərə təşəkkürümüzü bildiririk. Azərbaycanı əli. Ay çosana yazcasına. Doğdur sana. Kösanı yola salsana. Ay uyruğu, sakkalı it kuyruğu. Kösa bir oyun eyler. Huzurlu koyun eyler. Ay tas kösa gel sana. Biz sevine gül sana. Kaynayıp barışsana. Bizimle oynasana. Başın sağ olsun kısa. Arşın uzun biz kısa. Kafası bilmez kısa.